Başlanışı rəhmətli tökdüyünüz qəbirdaşında yazılan öz şeirindən başlayaq. Verib səadətini almışam fəlakəti mən. Bütün cəhalda dəyişməm, inan bu havlətimə. Həmişə laylalarından yadımdadır anamın, ki satmayam qızıla, xəlq ilə şərafətimə. Rəhmətli Döktür Zeydabi bütün əsərlərinə gəl biz mütaliə etsək, hamısında vətənsevərlik, qürbət həsrəti və xalqın nəcat yolunu axtarmaq var idi. Əgər Şahin Zəncirdə kitabını biz varaqlasaq, Şahin Zəncirdə sözü buradan o zaman Demokrat firqəsindən Mədinə-i Fazilə sahib qaçıb, buradan gedib, sürgün olub Moskovada o Rus imparatorluğunun çəhməsinin altında yanan adamlar idi. Əgər Bəxtiyatmışı mütaliə eləsək görürük, bizim xalqimizin taleyidir. Çiçik qardaşıma öyüd poemasını oxuyanda görürük nəsihətləridir xalqın istəklərinə, xalqın icraatına. Bütün əsərlərinin hamısını mütaliə etsək, görürük ki, bunda vətənsevərlik, vətənin sevmək və vətəninə səadət yolunu axtarmaq. Pərvanənin sərgüzəşti poemasını oxuyanda biz görürük ki, rəhmətli Profesör Zeydabi öz həyatının nə arzularla buradan qopub, buradan gedib elm öyrənməsini və xalqına məşəl olaraq işıq gətməyi arzu edir. Və qəti yəqindir ki, elə oldu. Tutduğu yol davamlıdır və səadət yoludur. Mən sözü verirəm Ayman İstəqəviyə ki, neçə illər rəhmətli Profesör Zeydabi ilə birlikdə yaşayıblar və bunun dəftəri o zaman bizim ocaq mərkəzimizə bölüb təbdil olmuşdur. Bütün klaslarımızı Ayman sağ olsunlar daha belə qüdrətli yaşasınlar. Mən sözü verirəm ay mühəndisə ki, rəhmətli Döktürdən bizim üçün bir açıqlama versin. Buradan rəhmət diləyirəm. Döktür Zeydabi ilə biz 1360'larda ki o zaman bizim bir təşkilat vardı, Qurtuluş və bizim ehtiyacımız vardı Döktürə ki bizi rahmımalıq eləməyə, başımızın üstünə gəlməyə. O zaman Döktür zindandaydı. Döktürün zindandan çıxmasını Həsən ağa xəbər verdi ki, Döktür zindandan çıxıb. Biz də istəyirdik ki, Döktür bizimlə bahəm olsun. Bu iş 6-7 ay zaman apardı. Döktürə hər vaxt deyilər hələ gərək biraz mütaliə edəyəm. Bir uzun zamandan sonra Döktürlə bizim dəftərdə görüşümüz oldu və biz Döktürdən istədik ki, çünki qabaqcan da bilirdik sabiqəsi vardı bu işdə, bizimlə həmkarlıq edib, bizim başımızın üstünə gəlib, bizi rahnumalıq eləyək. Döktür dedi, mən bu 5-6 ayı fəqət dolandım, görüm bu Təbrizin şəraitini, Azərbaycan şəraitin ki, nə vəziyyətdədir. Bizim şəraitimiz heç cür nə inqilaba, nə hərəkətə təmayülü yoxdur. Biz gərək mədəni çalışaq və elə Azərbaycan mədəniyyət ocağında o tarixdən ki, Həsən ağanın yeri ki var idi, Mayanda orada quruldu birinci növbədə ki, onun gedib bir tədad dostlarla ki, indi bir çoxunu tanısız, bir çoxu da Allahın rəhmətinə gedibdilər, onlarla quruldu. Döktür Zeydabi bir ömür ki var idi, fəqət mədəniyyət üstə çalışdı və bütün bu günləri, yəni o zamanki var idi, salı 70'lerdəki Döktür dünyasını dəyişməmişdi. Bizim danışqahlarda 41 dənə nəşriyyat türkü dilində çıxırdı ki, bunların hamısı yazıcıları, bozucuları Döktürün şahidləri idi ki, elə onun klaslarından yaranmışdılar. Döktür vaqəən fədakar bir insanıdır. Yəni Döktürün ki, bu deyirdi ki, məqam üçün, şöhrət üçün, tanınmaq üçün istəsin bu işi görsün. Döktür tənha fərqi mən gördüm ki, hətta bir dənə xırda uşaq zəh verirdi ki,
Ay döktür, mənim işğalım var. Qız uşağı olaydı, oğlan uşağı. Deyirdi, qızım ya oğlum, çarşamba günü dəftərdəyəm, gəl ora. Döktürün, bir dənə meşin kifi var idi ki, elə Moskvadan gətirmişdi köhnə, elə Bakıdan gələndən o idi. Onun içinə bir belə kük alardı, biraz panir qoyardı, gətirərdi orada. Bir ömrü də orada bütün şahidlərə bir qram təmənnası olmadan və döktüründə bilirsiniz elə bir dəramədi də yox idi bir ay yerdən. Vəl elə o yoxsulluq içində tamamı fəlakətlərlə geçindi. Vəli bir nəfər uşağı da hətta qırmadı. Hangi saat dedilər, döktür gəldi, klaslarında oldu və elə tarix klasını yarattı, dil klasını yarattı. Ocaqda elə bir ömr kasetləri vardı ki, bizim tariximizi elə dəstədi. Döktürün zimnin ki şairidi. Mən şeir məqamına, ya ki ədəbiyyatına, ki tarixinə istəmirəm deyinəm ki, dostlar ətmən bu sahədə danışarlar. Döktürün mən fəqət şəxsi şeyi ki var idi. Özü də bir adam idi ki, bir elə bizimlə dostluqlarla, xanavadəmiz bir idi demək olar. Bununla belə bir nəfər çəkənməzdi onu, gecə gəlcinə Şamada bizdə o kimi. Döktür elə bir belə pənir çörəyin yeyərdi, buradan qeydərdi gedə. Çox çətinliklə indi Sınagil vardı, dostlar tanır, onlara gedərdi ya Sınagda. Yəni çox müdrətən məsələn gələrdi, bir ayrı dostların evində qalardı. Bu cür bir şəxsiyyət idi və bir ömr fəqət sadəliylə yaşadı. Yəni bu günləri çox tarixçimiz var, yazıcımız var, poçsumuz var. Elə şöhrət bilələrinə əvvəlin məqamda durur. Bu tənha kişi idi ki, bir ömür şöhrəti əslən geyləmədi. Heç yerdə deyə ki, mən bir miskal da birindən ucuyam, yuxarıyam, elə bir adam deyildi. Allah ruhunu şad Hökmü eləsin. yaman. Çox. El hökmü ölüm, ya ki ölümsüz gələcəkdir. Biz rəhmətli döktürə ölüm gözüyle baxmır. Bəlkə bunun məfkurəsi, düşüncəsi bizim beyinlərimizdə yaşayır və kitabları bizlə danışır. Mən sözü verirəm şair dostumuz Qəhrəman Xətibi. Dostlardan Gün bir dənə arzuman arzu əgər və qolun məzar arzusa vaqən boynuma haqqı qoydular dostlar. Arzumdur bunun o məzarın ziyarət eləyəm. Və ikinci kəlmə budur ki, ürəkdə çox sözüm var bundan danışmağa. Olay qalsın, fürsətim olardı. Fəqət bu şeiri ki, qabaçalardan yazmışam, onun haqqında oxuyayım. Vətən peykərdir, can əski tarixi. Vətən peykərdir, can əski tarixi. Özəl Azərbaycan əski tarixi. Əzəl dərsi budur, el gərək bilə. Qəflət tozun gözdən kamilən silə. Müstənət bəlgəni gətirsin ələ, təhrif edib alan əski tarixi. El vaqif olmasa Tumrus əhdinə, qadanı çəkər öz hədd o səddinə, Farsın şuvinisti solta qəsdinə, yazıb Türkə yalan əski tarixi. Horfosor zehtabı açıb qıfılı, məhəkdən çıxardıb xalis qızılı. Diqqətdə yarağı lap vurur qılı, qılıb düzgün bəyan əski tarixi. Heç yaraqda olmaz, heç yaraqda olmaz onda olan güc. Cəhalət rişəsin kəsir çün ülgüc, minlər il qalmış bu gəncinə gömüc, edib indi əyan əski tarixi. Göstərib çehrəsin yalancıların, palanın sökübdür palancıların, yalanın çıxardıb yalancıların, dirildib doğrudan əski tarixi. Oxuyan tərəqqi fürsətin tapar, oxuyan tərəqqi fürsətin tapar, geri qalmağının illətin tapar, çalışıb qabaq ki şövkətin tapar, dər çıkılsa hər an əski tarixi. Lazımdır oxusun hər vətəndaşı, səyasətdə pişib qalmasın naşı. Hər kimin Bakıda olsa yoldaşı, aparsın Ərməğan əski tarixi.
Bakı muxbirindən eşitdim belə. Bu kitab orada çap olmayıb hələ. Ağır gəlmiş mənə çox bu məsələ. Xor sanıblar yaman əski tarixi. Şahnamə çap olub orada mükərrər. Türkə tohin olan müxərrib əsər. Nədən qafil olmuş məsul bu qədər? Buraxıb qocaman əski tarixi. Bu kitab düşmənə qələbə çalmış. Bu kitab düşmənə qələbə çalmış. Niyə bilməm Bakı nəzərdən salmış. Dəlçə qərəz əhli qabağını almış. Şəninə görür man əski tarixi. Bu kitabsız Bakı kavmə yetənməz. Nə təkcə ittihad yolun gedənməz, öz Qarabağında azad edənməz. Dərman doğub zaman əski tarixi. Mühtəvasını alan getməz qəflətə, ölümdən üşünməz gələr cürətə, əl tapar Babəkdə olan qeyrətə, oxusa hər cavan əski tarixi. Düz olan söz xəlqə mədrək olacaq, yalan söz bəllənib dönək olacaq, Zehtabı kitabı örnək olacaq, yazmış o qəhrəman əski tarixi. Yayılırdı şimşəkə bənzəyən səsi Babəkin, dağa, dərəyə, düzə. Bu yerlər bizimdir, əzəldən bizim. Niyə doğma yurdumda mən qul gəzim? Niyə yad əli ilə soyulsun elim? Niyə susturulsun şəkər tək dilim? Hüccət bəy çağırır. Sağ olun. Şuraq sözlərini. Allah korkusunun bize rahmet eləsin. Bəğlə yoldaşlarla gələndə, şəbistlərə girəndə ehsas elədik bir qəribliq hissi də var. Biz profesorla, nə profesoru, hər tarixi şəxsiyyətimizin hansı şəhrinə gedəndə özümüzünkü bilirik. Çünki bir milli məfqurə sahib. Elə o şəhridə də elə difasını eləyirik, sanki elə o şəhrin adamlarıq. Fərq eləməz. Çünki biz zammımız vətənimizi sevirik və vətənimizdə doğulub, yekələn, vətənə xidmət edən böyük insanlar Profesor Zehdabi kimi. Bir qəribliq hissi gəldi. Profesor Zehdabinin heykəli olmaq lazımdır. Orada heykəl buna layiqdir. Ora heykəl vurulma. Nədir tənha orada? Təbrizdə, Bakımızda, hər yanda. Profesora layiqdir heykəl vurmaq. Nə olar heykəş? Vətən hissini yaşamayıblar. Zəzliliğin, acılığın çəkməyiblər. Bu da elə bir gileylik dolunsun. Profesor Zehdabi keşkənməşə arzum nə olardı mən də görsəydim. Amma görənlərlə danışanda sanki elə biz də görmüşük. Profesor Zehdabiyə belə yığışmaq layiq, belə deyək də, dostlar gəliblər, zəhmət çəkiblər, gəliblər, ancaq hamı gəlməlidir. Ata kəlməsi Türk millətinin içərisində çox müqəddəs və az adama verilən adlardandır. Profesor Zehdabi hərəkətimizin atasıdır. Gəlir, Bələksə o zamanında mübarizə eləyib, gəlib İrana qeydəndən sonra əfsurda yaşamaqları, mübarizədən əl çəkənləri, zindandan çıxıb mübarizəyə daha davam verməyənlərin əksinə Profesor Zehdabi gəlir. Mühəndis gözəl buyurdular, bunu elə mən qabaqsanda eşitmişdim ki, gəlir, heç də hazır deyil. Bu gəlib dayanmır, əfsurda da olmur. Mübarizəyə davam verməyi təkid edir və mübarizə eləməmiz lazımdır. Ancaq şuurunu hazırlatmaq lazımdır. Maalesef bəzən ehsas olunur ki, Profesor Zehdabinin şuurlanmağa təkid etdiyinə qarşı duranlar vardı. İstər-istəməz şuursuzluğa tərəf hərəkətimizi yönətənlər vardı ki, şuursuzluğa tərəf keçsin. Amma Profesor Zehdabinin bütün əsərlərində şuurlu hərəkət eləməyə, oxuyub, oxutmağa təkid olunubdur. Demirəm, hamımız duyğulu insanlarıq və milli duyğumuz var, vətən duyğumuz var. Ancaq Profesor Zehdabi tanımaq da lazımdır axı. Profesor Zehdabi nəmin istəyirdi? Aya bizim hərəkətə yaraşardı ki, 20 illik, 25 ildən sonra elə həman şəraitdə gedək, həman metodda gedək qabağa. Profesor Zehdabi dünyasını dəyişdəndə neçə dənə Profesor Zehdabi yarada bilmişik? Onlar ki, Profesor Zehdabinin gerçək yolunu gedirlər, tanıyırıq. O üçün məncə Profesor Zehdabini yenə də oxumaq lazımdır.
Profesör Zeytabını tanıyıb tanıtmaq və oxuyub oxutmaq lazımdır. Özellikle mən bu konuda elə Profesör Zeytabın şahitlarından, bunun yolunu qəşə davam verənlərdən biri də Rəhim Cavad bəylidir. Hətmən Profesör Zeytab haqqında yazdığı yazıları oxumamız lazımdır. Hətmən oxunsun. Çünki onda bəzən bilmədiyimiz məlumatlar vardır. Nəysə çox uzatmıram sözü. Profesör Zeytabının gördüyü işlərin hamısını qoyaq qırağa. Dediği sözlərinin hamısından bir dana xulasa gətirək. Profesör Zeytabının əsas məsələsi bu idi. Biz şuurla millətləşməyə tərəf getməliyik və millətləşmədən siyasiləşənmərik. Sağ olun. Daha hərflən bağları içmə. Sözü verilir Ramazan cənablarına. Çox sağ olun. Mən Profesör Zeytabını yaxından görməmişəm. Amma dostlardan çox eşitmişəm. Evdə bizim evimizdə ki yaşayır. Son çoxlu kitabları bizim evimizdə var. Oxumuşuq, öyrənmişik. Amma Profesör Zeytabıdan bir qısa bir söz eşitmişəm çoxlarından. O da maarifçilik. 70'lərdən öncə Profesör Zeytabı şahitlarına bunu belə deyir. Biz maarifçilik dövrünü keçirtməliyik. Bugün Profesör Zeytabının sözü yenə də keçərlidir. Biz hələlik də bu konuda çox zəif işləmişik. Bugün əgər hərəkət güclü getmirsə, biz maarifçilikdən dalı düşmüşük. Biz sayın dostumuz dediği kimi biz siyasiləşməyə savaşmışıq, qaçmışıq, amma maarifçilikdən uzaq gəzmişik. Bizim Profesör Zeytabı kimiləri yaşatmalıydıq, yaratmalıydıq. Qusurlar bizim özümüzü tutur. Biz Profesör Zeytabını yaxşı tanımamışıq. Tanısaydıq, bugün Profesör Zeytabiyə taylarımız da gərək olurdu. Sağ olun. Tutulandan sonra mən Bazuzun danışığından gördüm Türkdür. Bu ki məni çırpırdı, dedim bir möhkəm, bir də möhkəmtər. Möhkəmtərdə belə vurdu ki, və o özün bilmədi. 3-4 aydan sonra da bizi verdilər ümumi bəndə. Gördüm, həmən adam gəlib oturub mənim üzbəyüzümdə. Biz burada hər kəsi vursaydıq, bizə yalvarardı, sən Allah, sən bir peyğəmbər mənə az vur. Sən niyə bu sözü dedin mənə? Sən niyə mənə dedin ki, möhkəm bir də möhkəmtər? Əlimi attım, yapışdım bunun əlindən, dedim oğlum, mən bir aliməm. İrandan eşikdə yüzlərcə kitab yazıb oxumuşam. Mən deydim, bəs ki, mənim yazıb oxuduqlarım sizə çatıbdır. Mən ki, bura gəldim, gördüm, sənin əlinə mən şikəncə oluram, özümdə günah hiss elədim. İstədim sənin vurmağına, o günahım azalsın. Sən bir Türk balassan, gərək burada sən mənə hakim etmirdin ki, danışdırmırdın ki. Gərək sən mənim dəstəgüldən istiqbalıma gəlir. Bu sözdən sonra bu adam rəhmətli döktürün müridi olur. Çox çalışmalarıyla nizamdan çıxır, işini tərk edir və bilmirəm kimdir. Onun nə adım bizə dedi, nə soyun bizə dedi. Amma dedi, belə bir ittifaq zindanda mənim üçün düşdü. Əgər dostlardan danışamadınız. Bir balacana xatirə dedi. Bəlkə burada bir xatirə zehnimə gəldi. Deyirlər, İran türklərinin əsri tarixini yazanda soruşdum ki, niyə bunu farsça yazılmışsınız? Farsçada xülasə çox yerlərə yayıla bilərdi. Deyirlər, mən bunu özüm türkçə yazmışam. Yəni, mən türkçə yazmışam ki, mənim dilimdən tərcümə olsun, başqa bilmirəm. Biz Profesör Zeytabının yəni bu cür dərin düşüncəsini anlayırıq ki, bəzən yəni farsça yazılarımız da qabiliyyəti vardı. Əksəriyyətdən farsça yazırıq. Öz dilimizə artıq da yer verməliyik. Öz dilimizdə yazıb pozmalıyıq ki, öz dilimizə görə çalışırıq. Bu xatirəni getirmək istəyirəm. Sən mənim hürriyyətim, şan, şöhrətim, Azərbaycan sən mənim hürriyyətim, şan, şöhrətim, adın mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Adın mənim öz adımdır, sənsiz mənim nə qiymətim.
Azerbaycan, Azerbaycan. Yaşa, yaşa Azerbaycan. Azerbaycan, Azerbaycan. Yaşa, yaşa Azerbaycan. Nəfəsimiz babəkləri, sabirlərin gür nəfəsi. Nəfəsimiz babəkləri, sabirlərin gür nəfəsi. Mahnımızda yaşar bizim babaların ayıq səsi. Mahnımızda yaşar bizim babaların ayaq səsi. Azərbaycan, Azərbaycan. Yaşa, yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan. Yaşa, yaşa Azərbaycan. Biz tarixə sığılmadıq, dünən vardıq, bugün varıq. Biz tarixə sığılmadıq, dünən vardıq, bugün varıq. Biz keçmişə güvənərək, gələcəyə addımlarıq. Biz keçmişə güvənərək, gələcəyə addımlarıq. Azərbaycan, Azərbaycan. Yaşa, yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan. Yaşa, yaşa Azərbaycan. Sağ ol.